Salam, bu Microsoft Word proqram təminatından olan ikinci video dərsliyimdir. Hansı ki, bu video dərslikdə mən sizə yeni sənədin yaradılmasını, həmin sənədin yaddaşa verilməsini, sənədin mövcud adı ilə deyil, digər adla yaddaşa verilməsini və mövcud olan faylın, mövcud olan sənədin yenidən bu proqram vasitəsilə açılıb, redaktə olunmasını göstərəcəyəm. Yəni, bunlar hansı yollarla yerinə getirilir. İlk öncə demək istəyirəm ki, Word proqram təminatını ilk öncə açanda belə bir pəncərə ilə qarşılaşırıq. Hansı ki, burada bizim blanklarımız var. Kimin demək istifadə edəcəyi yöntəmə uyğun bir şey varsa, burada hazırında seçə bilər, onun üzərində redaktə edə bilər. Biz yalnız ağ kağız üzərində işləyəcəyik. Bu da ən birinci qeyd olunandır. Məndə burada yazılıb blank document. Daha sonra izah eləmək istəyirəm sol tərəfdə olanları. Sol tərəfdə də burada recent yazılıb, hansı ki, sonuncu dəfə istifadə elədiyiniz fayllardır. 10 dənə sıra ilə sonuncu dəfə, deməli, zaman qanununa uyğunluğu ilə ən sonuncu istifadə elədiyiniz lap yuxarıdadır. Mən burada belə bir fayl yaratmışam, Salam Azərbaycan, hansı ki, birazdan biz onun üzərində işləyəcəyik. Mən sizə başa salmaq üçün yaratdım. Digərləri də uyğun olaraq istifadə etmişdim. Belə deyək, indi bizim ilk təyinatımız yeni səhifənin yaradılmasıdır. Bu da blank document. Ağ kağızdır. Bunun üzərində biz əməliyyatlar yerinə yetirəcəyik. Blank document seçirik və budur bizim ağ kağızımız, tərtəmiz kağızımız gəldi. Hansı ki, burada nə istəyirik yaza bilərik, redaktə edə bilərik. Bizə lazım olan normal formada olan Word. Daha sonra tutalım. Biz hər hansı bir yazı yazdıq, hər hansı bir dəyişiklik etdik və bunu bağlamaq istəyirik. Yaddaşa vermədən bizə yeni ağ kağız lazımdır. Fayl bölməsinə giririk. Mövcud olan bu kağız ki var, hansı ki üzərində işləyirik, bunu bağlamaq istəyirik. İlk öncə də bağlamalıyıq. Fayl bölməsinə girdik. Burada close bölməsini seçdik. Bizdən soruşur ki, dokument 1-də olan dəyişikliyi yaddaşa verim ya yox? Save, don't save. Yox, biz yaddaşa vermək istəmirik. Don't save sıxırıq və bağlandı. Yenidən file, new, burada new var. New seçdik. Həmin ki, ilk öncə açılan pəncərə yenidə açılır. Blank document, yeni dokumenti açdıq. Bu bizim dokument. Bura indi qeyd edək, nə yazaq? Nə yazaq? Salam dünya. Salam dünya. Adətən bunu proqramçılar yazırlar. Hello World yazırlar. Biz də yazaq Salam dünya. Bunu yaddaşa vermək istəyirik. Yeni dokument açdıq. Yazdıq, redaktə elədik. File, save. Yaddaşa veririk. Soruşur hara? Hara? Deməli, burada sağ tərəfdən də seçə bilərsiniz siyahıda. Burada kompüter bölməsində də üzərini 2 dəfə sıxsaz. 2 dəfə sıxdıqdan sonra burada belə bir pəncərə alınır ki, mən yaddaşa hara verim. Elə save diskini ataq ki, çox axtarmayaq. Elə burada avtomatik salam dünya sözünü mənim üçün qeyd edib. Özü avtomatik tutur, çünki orada cəmi 2 dənə söz var. İlk öncə, yəni başlıqda nə yazılırsa adətən onu qoyur bura. Burada da hansı formatda yaddaşa vermək istəyiriksə onu seçirik. Adətən elə .x qalır. Biz, yəni Word-ün standart formatı budur. Yaddaşa verdik C-yə. Save. İndi artıq My Computer C daxil olduq. Burada görürük ki, Salam dünya bölməsi verilib. Daxil olaq təzədən Word-ə. Word-ə daxil olduq. Salam dünyanı digər adla yadda saxlayaq. Salam dünya olmasın. Olsun Salam Microsoft. Salam Microsoft. File artıq save eləsək, həmin biz artıq fikir verin bura. Burada faylın adı yazılıb. Salam dünya. Biz bu teksti dəyişdik və istəyirik ki, Salam dünya dəyişikliyi öz yerində qalsın və sonradan olunan dəyişikliyi, hansı ki biz burada dünya sözü Microsoftla əvəz elədik, bunu digər adla yaddaşa veririk. File, save as, kompüterə daxil oluruq. C bölməsində Salam dünya var. Bunun da adını qoyuruq. Salam Microsoft. Save. C-yə daxil olduq. Salam dünya, Salam Microsoft. Salam Azərbaycana fikir verməyin. Bu öncədən var idi burada. İlk öncə yaratdıq Salam dünya. Sonra üzərində dəyişiklik etdik. Yaratdıq Salam Microsoft.
Gəlin bir dənə də dəyişiklik edək. Buraya yazaq. Bakı. Bakı. İndi. Biz bunu başqa adla yaddaşa verməyək. Elə salam Microsoft burada qeyd olunub. Üzr istəyirəm. Sonuncu yazılan salam Microsoft. Yəni indi üzərində redaktə etdiyimiz sənədin adı salam Microsoft. Çünki elə bu adla onu yaddaşa verdik. Yenidən fayl, save düyməsini sıxsaq, həmin o faylın üzərində yaddaşa verəcək və salam Microsoft sözü yaddaşdan silinəcək. Çünki biz həmin dokumentin üzərinə, həmin sənədin üzərində Bakı sözünü yaddaşa veririk. Save getdi. Bunu bağlayırıq. C-yə daxil olduq. Salam Microsoft-a daxil oluruq. Görürük ki, burada Bakı. Belə, yəni əgər biz bir sənədin üzərində işləyiriksə, onu digər adla yadda saxlamağa ehtiyac yoxdursa, yəni heç bir dəyişiklik, yəni bizim onun kopyasını çıxartmağa ehtiyac yoxdursa, klon eləməyə ehtiyac yoxdursa, elə daim ancaq file save, yəni müəyyən dəyişiklikdən sonra, müəyyən yazılar yazdıqdan sonra, yəni çoxdur doldurduq, file save çıxdıq. Salam Microsoft bölməsinə daxil olandan sonra yəni görürüz ki, üzərinə yaddaşa verib. Yəni yadda saxlamağı da öyrəndik. İndi yeni faylın necə açmaq lazımdır ona baxaq. Bu bölmə qurtardığımıza görə file, close soruşur ki, yaddaşa verimmi? Mən yaddaşa ver desəm, burada hər şey pozmuşam. Salam Microsoft dokumentin içərisinə daxil olduqda artıq Salam Microsoft-a daxil olduqda artıq orada heç bir yazı olmayacaq. Çünki üzərinə ağ kağızı yadda saxlayıram. Eləmirəm. Don't save. Yadda saxlamaz. File. Open. Burada deməli, kompüter üzərində 2 dəfə sıxıram. Mənim tutalım qabaqcadan belə bir faylım var idi buradakı. C-də Salam Azərbaycan. Open seçdik. Open. Üzərinə 2 dəfə tıklaya bilərik. Salam Azərbaycan. Bu da bizim faylımız. Burada da yenidən redaktörlər edə bilərik, hər nəysə yaza bilərik. Yazdıq. Salam Azərbaycan faylı açıqdır. Yəni burada bunun adı da qeyd olunub. Dəyişikliyi elədik. Fayl yaddaşa veririk. Save. Çıxdıq. Salam Azərbaycan yenə də daxil oluruq. Və burada görürük ki, həmin dəyişiklik burada yaddaşa verilir. Burada bu qədər. Məncə Məncə bu videoda bu qədər kifayətdir. İnşallah gələn dərsimizdə görüşərik. Sağ olun.